uşaqlar, növbəti sınavımızın izahlarına baxaq. Deməli, birinci sualla başlayırıq. Birinci sualda n-in neçə natural qiymətində kəsir düzgün kəsir olar? Düzgün kəsir sürəti məxrəcindən kiçik olan kəsirdir. N üstəgəl 11-dən kiçikdir. Buradan da n kiçikdir 6-dan. 6-dan kiçik hansı burada natural, hansı natural ədədlər var? 1, 2, 3, 4, 5, yəni 5 dənə. İkinci sualda, bu tip suallarda mesela 1-dən 2-də 1-i çıxdın, 2-də 1, 1-dən 3-də 1-i çıxdın, 3-də 2, 1-dən 4-də 1-i çıxdın, 4-də 3 və s. bu qaydada davam edir. 1-dən 100-də 1-i çıxdın, 100-də 99. Bu tip suallarda hansı istiqamət ixtisar gedir, ona fikir veririk. 2 ilə 2, 3 ilə 3, burada bir 4 ilə 4, yəni bu tip suallarda istiqaməti təyin edirik. Bu istiqamətlər ixtisar gedirsə yuxarıdan 1, aşağıdansa 100 qalır. 100-də 1 doğru cavab C variantı. Üçüncü sualda satıcı 60 kitabın 4də 3 hissəsini, yəni 60-ın 4də 3 hissəsini əvvəlcə tapıram. 60 kitabın 4də 3 hissəsi, yəni 60-ı 4-ə böldük, 3-ə vurduq. 45 kitabı 225 manata satıb. Burada biz tapaq görək bir kitab neçə manatdır? Yəni 225-i bölüm 45-ə. Kitabın biri 5 manatdır. Qalan kitab 60 dənə kitabın 45 dənəsi satılıb. Qalan burada 15 kitab var. 15 kitabı 45 manata satıb. 15 dənə kitabı 45 manata satıbsa, bunun biri 3 manatdır. Yəni məbləği saya bölürük. 45-ə 15-ə bölürük. Əvvəl kitabın biri 5 manata satılırdı, indi kitabın biri 3 manata satılır. Deyir ki, kitabın qiyməti neçə manat ucuzlaşıb? 5 manatdan 3 manata düşübsə, burada 2 manat ucuzlaşma var. 9-a bölünmə əlamətinə görə növbətdə sualda rəqəmlərinin cəminə baxırıq. Burada rəqəmlərin cəmi, deməli 6, 6, 12, 23. Burada rəqəmlərin cəmi 19. 9-a bölünmə əlamətinə görə rəqəmlərin cəmini tapdıq. 23-ü indi 9-a böləcəm, qalıq eləyir 5. 19-u 9-a böləcəm, qalıq eləyir 1. Arada vurma olduğu üçün 5-i 1-ə vururuq. İndi 5-in özünü 9-a böləndə qalıq yenidən elə 5 eləyir. Deməli, çoxluqlara aid asan bir sualdır. Birləşmə deyəndə bunların hamısını yazırıq. 1, 2, 3. Birləşmə bütün elementləri birləşdiririk, amma bir elementi bir dəfə yazırıq. 1, 2, 3, yəni 2, 3 artıq burada var deyə 6, 8. 8 var, artıq onu gətirirəm. Neçə dənə element oldu burada? N say deməkdir. İçərisindəkilərin sayı 6 dənədir. Uyğun tərəfləri perpendikulär olan bucaqların biri digərindən 5 dəfə böyükdür. Burada qayda belədir ki, ya onlar bir-birinə bərabər olur, ya da cəmi 180 olur. İndi artıq biri digərindən 5 dəfə böyüksə, bərabərlikdən söhbət getmir. Biri x-dır, biri 5x-dır. Bunların cəmi nə qədər eləyir? 180. 6x bərabərdir 180, x də bərabərdir 30. Kiçik bucağı istədiyinə görə 30. Böyük bucağı istəsəydi 180-dən çıxacaqdıq, 150 eləyəcəkdi. Hansı ədəd deyirsə riyaziyyatda x götürürəm. X-in 15%-i belə tapılır, bərabərdir 75-in 80%-nə. Buradan yüzləri hər iki tərəfdən ixtisar eləyirəm. 75-i 15-ə böləndə 5 qalır. 5-i də 80-ə vururam. Doğru cavab 400. Elə x-i soruşurdu, cavab 400. Növbəti sual. Deməli, modulları açanda əvvəlcə işarəyə baxıram. Kökdə 3 çıxılsın bir ədədi müsbət ədəddir. Bu kökdə 3 çıxılsın 2-ni içəri salanda 4 olur. 4-ü 5-ə 20. Kiçikdən böyük çıxdığımıza görə bu mənfidir. Mənfidirsə yerlərini dəyişəcəyik. Birinciyə dəymirəm, onsuz da müsbət ədəddir. Üstəgəl ikincinin yerlərini dəyişirik. 2 kökdə 5 çıxılsın kökdə 3. Burada kökdə 3-lər gedir. Cavab 2 kökdə 5 çıxılsın 1-dir. 2 kökdə 5 çıxılsın 1. Burada variantlarda yoxdur. Doğru cavab 2 kökdə 5 çıxılsın 1-dir amma. Sonra 8 fəhlə, 6 fəhlə müəyyən işi 10 günə yerinə yetirir. 6 dənə fəhlə 10 günə yerinə yetirir. 4 fəhlə neçə günə? İndi fəhlələrin sayı azalanda gün çoxalır. İşçi və gün arasında
deməli, tərs mütənasiblik olduğuna görə bunu qarşı-qarşıya vuracağım. 6 vur 10 bərabərdir 4x-a. 60 eləyir, 60-ı 4-ə bölürəm, cavab 15. Bu sadə sualdır. Bir də düz bucağın digər tərəfində göstərirəm. Burada düz bucaqdır. İndi bu üç bucağa fikir versəz, 90, 55, bura qalır 35 dərəcə. Və bizdən də istəyir A bucağına bütöv fikir verin. BAC. BAC buradakı A bucağıdır. 35 ilə deməli 25-i toplamaq lazımdır. Doğru cavab 60 dərəcə. Belə bir sual. Burada toplayanda 5 vuranda 3 kvadratlar cəmi. Gəlin bunun hər iki tərəfini kvadrata qaldıraq. Onda necə açılır? X kvadrat üstə gəl 2x, y üstə gəl y kvadrat. Bu müxtəsərdir. Bərabərdir 25. İndi yazıram x kvadrat üstə gəl y kvadrat bərabərdir. Burada 2x, y var. Bu 6 deməkdir. Çünki x, y-in yuxarıda 3 verilib. 2-ni 3-ə vuranda 6. 6-nı da digər tərəfə atanda 25 çıxılsın 6 olur. Yəni doğru cavab 19. Bunu axtarırdıq biz elə. Növbəti sualda bu müxtəsəri açıram. X kvadrat üstə gəl 2x, y üstə gəl y kvadrat. Çıxılsın 4x, y. Çıxılsın 5x üstə gəl 5y yazıram. Bərabərdir. Buradan bura qədər fikir versəz, x çıxılsın y mötərizənin kvadratıdır. 5-i də çıxardanda burada mənfini çıxartdığıma görə x çıxılsın y olur. Və x çıx y-in cavabı 8-dir. Yəni 8-in kvadratı çıxılsın 5 vur 8. Doğru cavab Y variantı. Bir hədlinin dərəcəsinin əmsalına olan nisbəti. Dərəcə burada neçədir? Dərəcə 7-dir. Bölünsün əmsal -8-də 1-dir. Böləndə də tərsinə vururuq. Cavab -56. Növbəti sual. Ən böyük vətər diametr deməkdir. Diametri 24 verib bizə. Çevrənin uzunluğu L bərabərdir. Pi D şəklində yaza bilərəm. Yəni bu bildiyiniz L bərabərdir. 2 pi R düsturudur. Elə sadəcə 2 ilə R-in yerindən D yazıram. D pi-ni də olduğu kimi. Yəni həmin düsturdur. Burada yazmışam. Deməli, ən böyük vətər, yəni diametri 24-dür. 24-ü pi-yə vururuq. Doğru cavab 24 pi. Burada düstur var, yəni 6 vurulsun, kəsişən vətərlər üçün düstur var, 6 vurulsun, bu 2,5x, çıxılsın 4, bərabərdir 5 vurulsun, x üstə gəl 4. Yəni bu tənliyi əldə eləyəcəm, eləyir 15x, çıxılsın 4 dəfə 6, 24, 5x üstə gəl 20. Buradan 10x bərabərdir 44-ə, x də bərabər 44-ə ona bölürük 4,4. Çox sadə bir sualdır. Kök altında, bir kökün altında yazsaq 120 vur 20 böl 24. Bunları ixtisar eləyirəm. Qalır 5 vurulsun 20. 120 24-ə vuranda 5 vurulsun 20. 100 eləyir, 100-dən də 10 çıxır. Bu deməli müxtəsər vurma düsturudur. X çıx 5, x üstə gəl 5. Kiçik bərabər 0. Ədəd oxumda -5-i də qaralayıram, müsbət 5-i də qaralayıram. İntervallara ayırırıq bunu. 5-in sağ tərəfindən məsəl 10 seçdim məsəl üçün. Bura qoyanda 10 çıx 5 müsbət, 10 üstə gəl 5 müsbət. Müsbəti müsbətə vuranda müsbət. -5 ilə 5-in arasında məsələn 0 götürdük. 0 götürəndə 0 çıx 5 mənfi, 0 üstə gəl 5 müsbət. Mənfi müsbətə vurdunsa mənfi. Eyni qayda ilə burada müsbət. İndi bizdə baxın kiçik bərabərdir. Yəni -5, 5 parçası. -5-dən 5-ə qədər neçə tam həlli sayını soruşur. Bunu ya saymaqla tapacağıq. -5-dən müsbət 5-ə qədər. Ya da qısa şəkildə 5 çıxılsın, -5 üstə gəl 1. Bu bir qaydadır, yəni parçadakı ədədlərin sayını tapmaq üçün 11 dənə ədəd var. 18-ci sualda yazıram x bərabərdir 9-da 6 kimi açılır y. 9-da 6-nı da belə 3-də 2 y şəkildə yazsam, gətirib aşağıda onu əvəz eləyirəm. 3 vurulsun, fikir verin, x-in yerinə əvəz elədiyimi qoyuram 3-də 2 y üstə gəl 5 y bərabərdir 21.
3'lər gedir burada. 2y 5y edir 7y bərabərdir 21, y bərabərdir 3. Y 3-dürsə, fikir verin burada 3-də 2 vurulsun, y-in qiyməti 3-dür. Qoyuram yerinə, x də olur 2. Deyir, x üstəgəl y-i tapın. 2 üstəgəl 3 qiymətləri yerinə qoyuram. Doğru cavab Y variantı. X oxu ilə kəsişmə deyəndə y bərabər 0 olur. Y oxu ilə kəsişmədirsə x bərabər 0 yazarsınız. Və salamda yəni 3x çıxılsın 12 bərabər 0. 3x bərabərdir 12-yə, x də bərabərdir 4-ə. Düzgün 5 bucağının bir xarici bucağını tapın. Xarici bucaqların cəmi 360-dır. 360-ı 5-ə bölərəm. Düzgün olduğu üçün hamısı bir-birinə bərabərdir. Eləyir 72 dərəcə. Və salam, xarici bucağı olur 72. Daxili bucağını istəsə 180-dən 72-ni çıxarsınız. Növbəti diaqonalı 10, bir tərəfi 6 olan bir düz bucaqlı var burada. Fikir verin, diaqonalı 10-dur, bura 6-dır. Bu düz bucaqdır da. Bir dənə Pifagor tətbiq eləyək. 10-un kvadratından 6-nın kvadratını çıxıram. 100 çıxılsın 36. 64. Yəni, bura olur 8. Düz bucağının perimetri. Perimetr tərəflərin cəmi deməkdir, istənilən fiqur üçün. Yəni, 2 vurulsun, 6 üstəgəl 8. Çünki hər tərəfdən 2 dənədir. Doğru cavab eləyir 28. Xətti ölçüləri 3, 7, 6 olan düzbucaqlı paralelekbetin tam səthini. Bunun düsturu var. S bərabər 2 vurulsun. A vur B. B vur C. C vur A. Burada məsələn A budur, B bu, C bu. Fərqi yoxdur, yerlərini dəyişə bilərik. 2 vurulsun. 3 vur 7. 7 vur 6. Üstəgəl 3 vur 6. Deməli 21, 2-ni yazdım, burada oldu 21, 42 və 18. 42-nin üstünə 18-i gəldin, elədik 60, 60 üstünə 21, 81-i də 2-yə vuranda 162. 2 zəri birgə atanda düşən xallar hasilinin 20-dən böyük. Burada fikir verin, 2 zərdirsə ümumiyyətlə məxrəc 36-dır, bu heç. İndi 20-dən böyük. 20-dən böyük zərdə nələr düşə bilir? 21, məsəl üçün 22 və s. Zərdə maksimum 36-ya qədər gələ bilir də. Çünki ən böyük rəqəm orada 6-dır. İkincidə də 6 düşsə, 6 vur 6, ən böyük hasil 36 ola bilir. İndi 21-i yoxlayıram. 20-dən böyük 21 ola bilmir. Çünki 3 vur 7, 21 eləyəcək. Zərdə də 3 var, amma 7 yoxdur. Yəni, bu heç vaxt çıxa bilməz. 22 də çıxa bilməz. Çünki 2 vur 11. Yəni, birində 2, birində 11, onsuz da çıxa bilməyəcək. 23 də çıxa bilmir. 23, 1 vur 23-dür. 24 çıxır. 24, 4, 6 gələ bilər. 6, 4 gələ bilər və salam. Yəni, 8, 3, 3, 8 yoxdur orada. Çünki zərdə 8 rəqəmi yoxdur. 25 gələ bilər. 25 necə çıxır? 5, 5 olsa ancaq. 26 çıxa bilmir. 27, 28, 29, 30 gələ bilir. 30 necə çıxır? Birinə 5, 6 gəlsə və ya 6, 5 gəlsə. 31 də çıxmır. 32, 33, 34, 35 də çıxa bilmir. 5, 7 yoxdur zərdə. Yəni 7 yoxdur. 36 çıxa bilir. 6, 6 gələ bilər. Burada seçim sayı, yəni mötərizədə yazdıqların seçimlərdir. Burada neçə seçim var? 6 dənə. Ona görə 6 yazıram, sürətə ixtisar gedir. Cavab qalır 6-da 1. Və son olaraq tənlik. Bu tənliyi həll etmək üçün kök altında 2x yazıram. 9-dan 5-i çıxdıq 4. Hər iki tərəfi kvadrata qaldırıram. Kök geçsin. 2x bərabərdir 16, x də bərabərdir 16-nı